Sizler de birlikte natural adeder bölmesini yazıyor. Birincisi de test topusundan. İlk olarak birinci suala bakalım. Birinci sualımız budur. Diğer ifadenin non kıymetini en bütün natural kıymetlerinde teşkil N'in yerine birden 9'a kimi ədədlər qoyub yoxlayacağıq. Birinci varianta baxanda n kvadrat olsun 1. N'in yerine bir dənə təşkil edəcək olduğundan biri saymırıq yəni. 2'den başlayırıq. N'in yerine 2 qoyanda 4 olsun 1 bitirir. Yəni n kvadratı təşkil. İndi 4 qoyaq. 4 kvadrat 16, 16 1 15, 3 qoyanda 9 1, yani n kvadratı 1 eləyir 8. N kvadrat plus 1'e baxaq. Burada da 2 qoyanda 4 5 eləyir. 3 qoyanda 9 üstə gəl 1 10 eləyir. Burada üstədə də aldıq yenə. Biz isə qiymətlərin hamısını natural hərəkətə almağını istəyir. 2n kvadratına gəldikdə n'in yerinə 2 qoyanda 8 plus 3 11, 3 qoyanda 18 plus 3 21. Burada C variantı da görülür. İfadəsinin qiyməti təqdir etdiyi ifadənin hansı qiyməti təqdir etdirir? Burada da eyni yoldan, yəni A ədədin A dəyişəninin yerinə 1-dən 9'a kimi ədədlər qoyaraq yoxlayırıq. 1-dən 10'a kimi. 10 daxil olmamakla 1 də daxil olmamakla. Keçək 3-cü suala. 3-cü sual eyni tipdir. 4-cü sual biraz fərqlidir. Deyir, x süt y təqdir olduqda ifadələrin hansı qiyməti təqdir etdirir? X dedikdə x-a hər hansı bir ədəd veririk. Məsələn 2. Y tək dedikdə y-ə də hər hansı bir tək ədəd deyirik. 3 məsələn. 2 plus 3'ün kvadratı 25. 25'in üstüne 3 gələndə 28. Bu variantı getdi. Bu olmaz. B variantında x süt y təklikdə 3 vurulsun 2 6 üstə gəlsin. 2 vurulsun matrisi kvadratı. 3'ün kvadratı edir 9. 9 vurulsun 2 18. 18 plus 6 24 yeni olmalı. C variantında 2 plus 3 plus 1 6 yeni alınır. D variantında 2'nin kvadratı 4 üstə gəlsin 3 4 üstə gəlsin 3 vurulsun 3 yani 9 13. Burada bizə verilen variant D variantıdır. Yani burada x'in yerine hər hansı bir çizgidə y-in yerine hər hansı bir təşkilatı qoysaq, həmişə ifadənin qiyməti tək olacaq. Getək 5-ci suala. 5-ci sual eynidir. 6-cı sual da eynidir. 6-cı sual da eynidir. 7-ci sual artıq izometrlər arasında ən kiçik ən böyük ədədlərin cəmi 629'a bölünür. Sıradakı ən kiçik ədəd neçədir? Bunu belə yazırıq. Yani x plus 99 plus x bərabərdir 629'a. Bunu belə yazmağımın səbəbi odur ki, deyir ardıcıl 100 ədəddir. Yəni bir ədəd o birindən 99 qədər böyükdür. Yəni 100 daxil deyildir. Ədədin özü də necə deyim, məsələn biri 500'dür, biri də 599'dur. Burada ardıcıl 100 ədəd olur da. Bu ikisinin də cəmi bizə 629 verməlidir. Yəni məsələn dedim. İndi yazdık burada x plus 99 plus x beraberlikte 629 2x plus 99 beraberdir 629'a. Buradan da 629'dan 99'u çıkaraq nə qədər eləyər? 99 çıxanda 2
530 eləməlidir. 530 da bərabər olur 2x-a. 530 da 2'ye böləndə x bərabər olur 165'e. Variantlar da var. D variantı. Kişiye öbür suala. AB 7 çıxılsın AB bərabərdir 133. Burada AB 7'ni belə yazmaq olar. 100 A deganisi 10 B B'ye bunu seçək. 10 B plus 7 çıxılsın 10 A plus B bərabərdir. Şurası. 100 A'dan 10 A çıxanda bunun səhv yazdım burada. Çıxma işarəsi. 100 A'dan 10 A çıxanda 100 A'dan 10 A çıxanda 90 A. 10 B'dən 1 B çıxanda 9 B. 9 B. Burada da 7 verilmişdi. 130'dan 7 çıxalıq. Ne kadar edir? 126. Beraber de 126. 126. Evet. 90. Burada 9'u ortaya çıxarsaq 9 olsun 10A üstə gəlsin B bərabərdir 126'ya. 126'ın 9'a böləndə 14 edir. 126'ın 9'a böləndə 14 edir. Yəni 10 A üstə gəl B bərabərdir 14'ə. Bizdən nə istəyir? A plus B'nin cəmisi. Burada da necə deyim? A'nın yerinə elə bir qiymət qoymaq lazımdır ki, A'nın yerinə elə bir qiymət qoymağa ehtiyac yoxdur. Elə 10A plus B bərabərdir AB'yə. Burada da göründüyü kimi A 1'dir, B də 4. A'nın 1, B'nin 4 qiymətində, yəni A'nın yerinə 1 qoysaq 1 plus B'nin də yerinə 4 qoysaq 4 bərabərdir 5'ə. Cavabda Y variantı 5. Sonraki suala baxaq. 9-cu sualda eynidir. 10-cu sualda da demək olar ki, eyni tiplidir. 2 rəqəmli AB ədədi üçün AB bərabərdir 2A plus 4B olarsa A plus B cəmini tapın. Və eyni tip sualdır. Yalnız sual baxırıq. Yalnız sualda eyni tipdir. 2 rəqəmli AB ədədi üçün AB bərabərdir 2A plus 4B olarsa A plus B'nin cəmidir. Burada biraz fərqlilik var, ona görə yazıram. AB'nin yerinə 10 dəqiqə. 10A plus B beraber 3A plus 4B'ye. 2 atarıq yana 8A beraber 3B'ye. B'ni de attı, B'ni çıxdı. Buradan B beraber olur 8K'ya. K değeri de A da beraber olur 3K'ya. Biz olarsa A plus B'nin cəmidir. B burada maksimum, yəni K burada maksimum və yaxud da minimum 1 ala bilər. Çünki B yəni ədəd burada da 10'dan böyük qiymət ala bilməz. K da kəsr ədəd ola bilməz həm də. Ona görə
şeydi, K1 olacaq. K1 olduğundan B 8'e bərabər olur. A da 3'e bərabər olur. K, yəni necə deyim burada? Əgər K 2 olsa, B 16'ya bərabər olacaq. B 16'ya bərabər olanda da düzgün olmayacaq. Məsələn, AB ədədi deyəndə B-nin yerinə biz 16 yaza bilmərik. Yəni ona görə B maksimum və yaxud da minimum 1 ala bilər. Başqa qiymət ala bilər. B yox, K seçdim. K bərabərdir 1'ə, B bərabərdir 8'ə, A da bərabərdir 3'ə. Bizdən də cəmini istəyir. A plus B 11'e bərabərdir. Keçdik o bir suala. Şey, 11. sualda eyni tiplidir. 12. sualda eyni tiplidir. 13. sualda eyni tiplidir. 14. suala gələk. Bizə deyir 5940'ı 5 rəqəmli ədədi ədədləri tam bölünürsə, M-C fərqini olabiləcək qiymətlər cəmidir. Burada 5940 ədədini birinci A, B, C, D yerinə belə yaza bilərik. Yazıram. Min A plus 100 B plus 10 C plus B. Səhv yazılır. Burada şeydi, 10.000 A yazmaq lazım idi. Mən şey demişəm, 1000 A yazmışam. Yerinə yazaq 10.000 A plus 1000 B plus 100 C plus 10 D plus Y minus 10.000 A plus minus 1000 D 100 C minus 100 C minus 10 B minus Y. Burada sonda alırıq biz 10.000 A'lar gedir. 1000 B'dən 10 B çıxacaq 990 B. 100 C'lər də gedir. Y'lər də gedir. Yerdə 990 B çıxılsın 990 D alırıq. 7920 ədədi 7920 ədədi bu ədədi tam bölünür. Yəni 990 olsun B minus D ədədinə tam ifadəsinə tam bölünür. Nəsə B minus D'nin alabileceği qiymətləri tapın. Burada 7920 belə eləyə bilər. 7920 ədədini 990'a böləndə eləyir 8. Yəni bundan getdi elədi. 8 bölünsün B minus D. 8 bölünsün B minus D. Burada indi B minus D'nin alabileceği qiymətlər 2, 4 bir də 8'in özü də 2, 4 8 burada indi 8'i B minus D'ye böləndə
8'in bölənləri yazarıq. Yəni 8'in bölənləri nədir? 1'dir. Bir dəqiqə. 1, 2, 4, bir də 8. Bunlar da cəmi 2. 1 plus 2, 3, 3 plus 4, 7, 7 plus 8, 15. Cavab 15'dir. Keçi 16-cı sualda. Bir dəqiqə buradan təmizləyək. 16-cı sualda eyni tipli sualdır. 17-ci suala baxaq. 17-ci sualda deyir ki, A, B və C naturalılar üçün 2A plus B plus C bölü 8 bərabərləri olursa, B-nin ala biləcəyi ən böyük qiymət tapın. Biz şimdi burada C'dən A burada ən minimal qiymətlərini almalılar. C burada 8 alacaq. En küçük qiymət 8, çünki C-si 8'den küçük qiymət ala bilməz. C bərabərdir 8'e. C 8 olanda da A-nın yerinə A-nın en küçük qiyməti yəni 1'dir. A-nın da yerinə 1 qoyanda 2 vurulsun 1. A da bərabərdir 1'e. 2 plus B plus 1 yani 3. B plus 3 bərabərdir 50'ye. B bərabərdir 47'ye. Çok primitif sualdır, yani bir rahatlıkla yazmaq olur. 18'in suala keçək. AB minus BA bölsün A minus B plus A plus B bərabərdir 21 şərtini ödəyən AB rəqəmlərinin sayını tapın. İlk önce biz bu yuxarıdakı ifadəni həll edək. 10A plus B A plus B minus 10B minus A bölünsün A minus B'ye da silinsin A plus B beraberdir 21. Şimdi buradan 10A'dan A çıxanda 9A, B'den de 10B'den de B çıxanda 9B alırıq. 9A çıxılsın 9B, 9A çıxılsın 9B bölünsün A minus B'ye. Buradan 9'u ortaq çıxarsa, yani 9'u ortaq çıxarsaq A minus B'lər bölünər 1 eləyər. 9 olsun 1, 9. 9 plus A plus B bərabərdir 21. A plus B bərabər olur 12. A plus B'ni yazarıq 12. Bizdən də AB 2 rəqəmlərdədir, ala biləcək qiymətlər istəyir. A ilə B'nin ala biləcəyi qiymətlər bir-bir yazarıq. A ilə B eyni qiymətə bərabər olur. A yəni B'dən həmişə fərqli olmalıdır. A bir də B'dən böyük olmalıdır. Şərt ödənməlidir, çünki natural ifadə. Yəni bizə verilən ifadə natural ifadə olmalıdır. A fərqlidir B'dən. İndi bu şərt daxilində A ilə B'nin ala biləcəyi qiymətlər 7 yazarıq, 5 yazarıq, sonra 8 yazarıq, 4 yazarıq, 9 yazarıq, 3 yazarıq, sonra 7 yazarıq, 6 yazarıq, 6 yazmaq olmaz, yəni bura kimi qiymət alabilir. 7, 8, 9, 3, 4, 5, 4, 3. Bizə nə deyir? Şərtini ödəyən AB rəqəmlərinin sayını tapın.
3 de cevap burada. 3 tanedir. Yani 3 tane neticelerinin sayını tapın. 75, 84, 93. 3 tane ifadedir. Keçin növbəti suala. Bu 18-ci sualda əslində cavab 6'dır. Çünki necə deyim, yuxarıda əgər yəni yerinə qoyub yoxlasaq 75 çıxılsın 57 müsbət ədəddir. Aşağıdakı ilə müsbət alınır. 57 çıxılsın 75 mənfi ədəddir. 5 çıxılsın 7 də mənfi ədəddir. Ona görə müsbət alınır. Yəni də eyni ifadədir. Ona görə burada cavab 6'dır. O biri növbəti suala keçdikdə növbəti suala baxaq. Rəqəmlər ədədin 1% onun rəqəmlər cəminə bərabərdir. Böyük bu üç rəqəmlərdən alabiləcək ən böyük qiymətdən kiçik qiymətin fərqini tapın. Üç rəqəmlər ədədin 1% dedikdə üç rəqəmli ədəd hər hansı bir üç rəqəmli ədəd tezdən oxuyaq. Üç rəqəmli ədədin 1% onun rəqəmlər cəminə bərabərdir. Bu üç rəqəmli ədədin alabiləcəyi ən böyük qiymətdən kiçik qiymətin fərqini tapın. Ədədin 1% onun rəqəmlər cəminə bərabərdir. Bu üç rəqəmli ədəd 1% onun rəqəmlər cəminə bərabərdir. Yəni üç rəqəmli ədədə x deyək, onu 0,140 rəqəmlər x deməyək də ABC deyək üç rəqəmli ədədə. Səhv dedik. ABC deyərik buna. A plus B plus C bərabərdir. Səhv yazdıq. Üç rəqəmli ədədi ilk öncə belirləyərik. A plus B 100 A plus 10 B plus C bərabərdir. Bunun bir sıfırında biri bunu rəqəmlər ABC'nin yani A plus 10'da 1 B plus 100'de 1 C 100'de 1 olmalıydı. 1000'de 1 yazsam. Bir dakika bunu düzeldi. Ha. 1000'de 1 C. Şimdi A'dan 100 A'dan A çıxanda 99'a. Aslında bu ifadənin yerinə, yəni belə məntiqdən düşünəndə qiymət qoyub da yazmaq olar. Ən kiçik üç rəqəmlərdə hansıdır? 100'dür. 100'ün elə 1%-i özünə də rəqəmlər cəminə bərabərdir də. Ən böyük üç rəqəmlərdə də 900'dür. 900'ün də 1%-i onun rəqəmlər cəminə bərabərdir. 100'ün 1%-i nə qədərdir? 1. 900'ün 1%-i nə qədərdir? 9. Bunun için de bizden ne deyir? Üç rəqəmlər ədədin alabiləcəyi ən böyük qiymətdən kiçik qiymətin fərqini tapın. 900'dən elə bir 100 çıxacaq. 800'də cavab burada. Baxaq. İki rəqəmlər ədədin təkliklərin sayılmaqların sayının 2 faiz böyükdür. Bu iki rəqəmlər ədədin rəqəmlər cəmi hansı 144 olarsa bu ədədi tapın. İki rəqəmlər ədədin təkliklərin sayılmaqların sayının 2 faiz böyükdür. İki rəqəmlər ədəd məsələn A, B yazsaq. Burada təkliklərin sayı onların sayının 2 faiz böyükdür. Yani A bərabərdir. İkilərin sayı onların sayından 2 faiz böyükdür. B minus 2. Böyükdür bu iki rəqəmlərdə rəqəmlərin hansı 144 olarsa. Şöyle rəqəmlərin hansı. Bu rəqəmlərinə cəmi rəqəmləri cəminə hansı. Yəni A plus B bu dərəcədə vurulsun AB'yə bərabər 144'dür. A plus B burada
A'nın yerine yazarıq B minus 2. B minus 2 yazanda 2B minus 2. A, B'nin de yerine 10A plus B yazsaq. 10A plus B yazsaq. Buradan da A, B'nin bir dəqiqə. A'nın yerine 10B minus 20 yazarıq. Ya da belə daha rahat yolu var. Mən səhv elədim burada. AB A'nı B minus 2'ye bərabərsə, B ilə A plus 2'ye bərabərdir. Yəni B'nin yerine A plus 2 yazmaq daha rahatdır. Nəinki A'nın yerine B minus 2 yazmaq. B'nin yerine A minus 2 yazanda 2A minus 2 plus 2 vurulsun. B'nin yerine burada A plus 2 yazarıq. Yani 10A plus B kimi açsaq bu ifadə AB'ni. A'nın da yerine A yok. A'nın yerine yazırıq. Yani A plus B'nin yerine A plus 2 yazarıq. 10A plus. Yani 10A plus A plus 2 11 plus 2 11A plus 2. Şimdi bu ifadəni vurup açaq. Bir daha vurup açmağa heç ehtiyac yoktur. Buradan göründüğü kimi 2A plus 2'ni 2 mötərizi xaricdən bu ifadə bərabərdir 144'də də elə deyil. İndi 2'nin mötərizi xaricdən çıxarsaq A plus 2 A plus 2 vurulsun A plus 2 vurulsun. Yanına çıxdı. 11A plus 2 11A plus 2 və 11A plus 2 A plus 2 2'ni ortak çıxardıb 144 tane ixtisar edəndən sonra burada da 72 alınır. İndi burada rəqəm qoyaraq yoxlamaq məncə daha rahatdır. Çünki belə forması çox uzun çəkir. İmtahanda da belə suallar düşdükdə çalışın natural ədələr bölməsində, yəni bu tip suallar düşdükdə yerinə rəqəm qoyub yoxlayın. A'nın yerine 1 qoyaram. 1 qoyanda 3 vurulsun 11A 11A'nı 3'e vuranda da qədər edir? 33A plus 2 35 35'i de 72 yazmamış buraya. 3 alınmır. Hani yerine bir buyuruk. 3 vurulsun. 11 A'nı 1'e vuranda 11 plus 2 13 13'ü de 3'e vuranda alınmır. A'nı yerine 2 koyanda 2 üstüge 2 4 vurulsun. Ha, 20. suala bakalım. 20. sualda 2 rəqəm nədir? Təkliklər sayımı bundan 2 vaat böyükdür. Bu 2 rəqəm nədir? Rəqəmlər cəminin hansı 144 olarsa bu ədədi tapın. 2 rəqəm nədir? A, B deyək. İçinə xərt 10A plus B kimi yazsaq. Bizdə də deyir ki təkliklər sayımı bundan 2 vaat böyükdür. B yani A plus 2'dir. A, B bərabərdir 10A plus A plus 2'ye A, B bərabərdir 11A plus 2. Hə, indi bizə nə deyir? Bir rəqəmlər cəminin hansı 144 olarsa bədədir. 2 rəqəm nədir? Yəni 11A plus 2'ni vuracağıq A plus B'yə. B'nin yerine də A plus 2 yazarıq. Yəni 2'ni də oradan mötərizi xaricdən çıxarsaq A plus 2. Yəni B'nin yerine A plus 2 yazanda A plus B
Bizə rəqəmləri cəm edirik. A plus B vurulsun 11A plus 2. B-nin yerinə A plus 2 yazırıq. A plus 2 yazdıqdan sonra 2A plus 2 alırıq birinci mötərizədə. 2-ni mötərizə xaricinə çıxardırıq. Yəni 2 vurulsun mötərizədə A plus 2 alırıq. Sonra 11A plus 2 yazaq da bərabərdir 144-ə. 2-dən 144 ixtisar gedər. Qalar A plus 2 11A plus 2 bərabərdir 72. İlkin növbədə bunun qısa variantı odur ki, yerinə ədəd qoyub yazmaq. A-nın yerinə 1 qoysaq. A-nın yerinə 1 qoyanda nə edir? A plus 2, yəni 1 plus 2, 3. 3 vurulsun 11A 1 11 üstəgəlsin 2 13. 3 vurulsun 13 nə edir? 3 vurulsun 13 39 edir də, yəni 72 alınırıq. Keçək A-nın yerinə 2 qoyarıq. A-nın yerinə 2 qoyanda 2 plus 2 4 22 plus 4. Burada səhv eləmişəm. Burada 1'dir. 2 deyil. A plus mötərizə xaricinə çıxardanda 1'dir, burada 2 deyil. Burada səhv eləmiş. 1 qoyanda təsdiqlə hesablayaq. A-nın yerinə 1 qoyanda 1 plus 1 2 2 vurulsun 11 plus 2 13 2 vurulsun 13 26 edir, yəni 72 eləmir. A-nın yerinə 2 qoyanda 2 üstəgəlsin 1 3 3 vurulsun 11A, yəni 22A üstəgəlsin 2 24 3 vurulsun 24 72. Burada A 2'dir. B də bundan 2 vahid böyükdür də, yəni B də 4'ə bərabərdir. Bizdən nə istəyir? Bu ədədi tapın. Cavab 24'dür. İki rəqəmlərdən təkrarlanan sayıların sayından 3 dəfə çoxdur. Bu da yeni tipli sualdır. Sadəcə dəfə deyir burada. Cəm, yəni vahid demir. Dəfə deyəndə, yəni təkrarlanan sayıların B-nin yerinə 3A yazasınız. A plus 3A bərabərdir 4A'ya. İki rəqəmlərin fərqindən modunun hansı 204 olarsa, bu iki rəqəmlərdən rəqəmlər fərqi deyəndə 3A minus 3A 2A edir, mənfi 2A edir. Bizə modulu deyir müsbət 2A. Müsbət 2A vurulsun 10A plus B yazarıq. B'nin də yerinə 3A yazarıq. 13A. Sonra 13A'dan sonra bu ifadəni 2'ye bölərik. Yəni 13A vurulsun 2A'ya. Burada 26A kvadrat alırıq. 234'ü də 26'ya böləndə nə qədər edir? 9 edir. A kvadrat bərabərdir 9'a. A bərabərdir 3'ə. Burada da A'nı 3 tapırıq. B'ni də 9. İfadəmizin cavabı 39'dur. Növbəti suala gələcək. Növbəti suala baxaq 22-ci suala. AB iki rəqəmləri üçün AB minus BA bərabərdir 7 olarsa A vurulsun BA-sını tapın. 10A, AB'nin yerinə 10A plus B çıxılsın. 10B minus A yazarıq. 9A minus 9B alarıq. 9A minus 9B alarıq. Bunun üçün A plus B bərabərdir 7 olarsa A plus B'ni atarıq bu yana. 7A plus 7B bərabərdir 9A minus 9B şifa hesabladı. Ona görə şifa yazıram. 9A bura kimi şifa yazdıq. 9A minus 9B bərabərdir 7A minus 7B'ye plus 7. İndi bunu bu yana atamda 16B bərabərdir 2A'ya. A bərabərdir 8B'ye. A 8K'dır. B de 9K'dır. A vur B'nin hasını istəyir. Burada A K1'e bərabər ola bilər.
K bərabər olanda A 8, B də 1 olur. 8 vur olsun 1, elə 8'dir. 22'ci sual belə getdi. 24'ün sualı baxaq. Burada da eyni tipli sualdır. Bayaqkilərdə yazdığımız kimidir. X, Y və Y natural ədədlər üçün X, Y minus Y, minus Y, X minus X bərabər 2 olarsa X plus Y-in təminlənmə və qiymətini tapın. X, Y-in yerinə 10 X plus Y minus Y bölünsün. 10 Y plus X minus X bərabər 2 yazarıq. İndi burada X'lar getdi, Y'lər getdi. Kaldı 10X bölü 10Y. X bölü Y bərabər 2'ye. Bərabər 2'ye. X bərabərdir 2Y. X bərabərdir 2K'ya. Y də bərabərdir K'ya. X bərabərdir 2K, Y bərabərdir K. İndi X plus Y təminin ən böyük qiymətini tapın. K'nın ala biləcəyi qiymətlər 1-dən 4'ə kimidir. 4'dən artıq qiymət ala bilməz. K'nın yerinə 1 qoyuldu. Ən böyük qiymətini tapın deyir. Ona görə K'nın ən böyük qiymətini qoyacağım. 4 qoyacağım. K 4 olanda X 8'ə, Y də 4'ə bərabər olur. 8 plus 4 12. 24'ün sualda cavab 12'dir. Növbəti suala keçək. Növbəti sualımız 25'in sual eyni tipidir. 26'ın sualda AB hasilini alabiləcəyini və qiymətini sualda belə edəcəyik. 223, 222 mi elə bilədədir. Hər 5 dənədən bir sonu 2 ilə bitir. Yəni qüvvət 223. Məsələn 12 üstü 5 sonu 2 ilə bitir. 12 üstü 10 sonu 2 ilə bitir. Belə gedir ta ki 222 mi. 12 üstü ona görə yalnız burada 3'ü götürəcəyik. Yəni 12 üstü 3. Burada da 2 üstü 3 8 edir. Yəni son rəqəminin üstünü yüksəldəndə son 8'dən bitəcək. Bu ifadenin son 8'dir. 56'da da 7 üstü 56 4'ə bölərik. 4'ə böləndə nə qədər edir? 4'ə bölündə 28 14 14 ya da belə də yazmaq olar. 56'da gəlir 7 üstü 2 alırıq sonunda da bunun üstündə. Hər 5 dənədən bir dediyi yaxud dövr eləyir. 5 yəni hər 7 üstü 56'da hər 5 dənədən bir dövr elədiyindən 7 üstü 2'də 49 edir. 49 edir bəli. 49 8 vurulsun 9 edir 72. 8 vur 9 72. 19 üstü 25 ilə düzdür, yəni 5'ə. 19 üstü 5 dedi axı. Son 9'dan bitir. 19 üstü 10 da son 9'dan bitir. Hər birinin sonu 9'dan bitir. Ta ki 25'ə kimi gələndə də 19 üstü 25'də son 9'dan bitməlidir. Son 9'dan bitəndə də 9 üstünə gəlmiş olacaq. 8 vur 9 72 edir. 72 üstə gəlsin 9'da edir 81. Bizə siz son rəqəmini istəyir ədədini. Son rəqəm də 1'dir burada. Keçək 28-ci ifadə. Bayaqlar yazdığımız tipli suallardır. 28, 29 sadəcə burada uyğunlaşdırmadır. 30-cu sualda eyni tiplidir. 31-ci sualı yazaq. 31-ci sualda AB plus CA yazırıq. AB plus CA-nı ilə promoyuna 10A plus B plus 10C plus A plus 10 B plus C yazarıq. Burada 11
A plus 11 B plus 11 C olarak. C. Evet. İndi burada o her birinden ortak olarak 11 mötərizə xaricine çıxırsa A plus B plus C bərabərdir 88. 88 ise A plus B plus C de beraber olur 8'e. A plus B plus C de beraberdir 8'e. 8'i 11'e bölündü 8 alırıq da. Bizdə isə ABC ala biləcək ən böyük qiyməti ilə ən kiçik qiymətinin cəmini tapın deyir. Burada ABC'nin ən böyük qiyməti almaq üçün A fərqidir B fərqidir C deyir. ABC'nin ən böyük qiyməti almaq üçün A 5 olmalıdır. B 2 olmalıdır. C də bərabər olmalıdır 1. İndi bunun əksini fərz edəcəyik. Ən böyük qiyməti budur. Ən kiçik qiyməti də A 1'dir. B 0'dır. C də 2'dir. İndi 521 çıxılsın 102 bərabərdir 419'a. Ən böyük qiymətin ən kiçik qiymətin cəmini deyir. Bunu da cəmləyəndə 623 edir. Cavab 623 burada. Suallar bura kimiydi dostlar. İndi kommentariyada nə sualınız olsa bildirərsiniz. Hara yəni dəqiq anlamırsınız bildirərsiniz. İzahlı şəkildə testlər göstərir. Sağ olun.